Hamıya salam. Təmsilçimiz Qarabağ UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində İslaniyanın Vestri klubunu hər iki oyunda 3-0 hesabı ilə məğlub etdi və növbəti mərhələyə yüksəldi. Bu mərhələdə isə rəqibimiz Bolqarıstanın CSKA Sofia klubu olacaq. Bu komanda daha ciddi rəqibdir. Belə ki onlar 36 dəfə Bolqarıstan çempionu olublar. Ümumi heyət dəyəri 26 milyon avrodur. Bu klub 1948-ci ildə yaradılıb. Əvvəllər Ordu klubu kimi fəaliyyət göstərib. Gəlin bu klubunun taktiki düzülüşünə baxaq. CSKA Derristi ilə oyuna bu taktiki sistemlə çıxmışdı. Bu sistemdə irəlidə bir taran tipli, bir daha sürətli hücumçu olur. Cinahlar isə hücuma daha meyilli olur, tez-tez cinah ötürmələri edib uzaqdan zərbə endirirlər. CSKA da digər özünə oxşar klublar kimi fiziki cəhətdən üstün futbol oynayır. Standart vəziyyətləri çox təhlükəli olur. Biz 2 il əvvəlki Qarabağın Bolqarıstanın digər bir klubu Ludogoretslə oyununu xatırlasaq, onlarda kornerdən bizə qol vurmuşdu və fiziki cəhətdən çox üstün idilər. Amma bizə ümid verən odur ki, CSKA müdafiəçiləri çox ləngdir. Gəlin onların bəzi qol epizodlarına baxaq. Bu epizodda küncdən zərbədən sonra fərqlənirlər. Burada isə uzaqdan zərbə ilə. Bu epizod mənə Qarabağ-Ajax oyununda Dolbergin vurduğu qolu xatırladır. Məncə Qarabağ uzaqdan zərbələrə qarşı təhlükə yaşayır. Belə zərbələrə imkan vermək olmaz. Qeyd edək ki, bu komandalar yoldaşlıq görüşlərində 3 dəfə qarşı-qarşıya gəlib. 2 dəfə Qarabağ 1-0 hesabı ilə qələbə qazanıb, 2017-ci ildə isə CSKA 5-2 hesabı ilə qalib gəlib. Qarabağın yenidən qurulması bu oyunu biraz çətin edir, amma ümid edirik ki, Qarabağ bu dəfə də bir Bolqar klubunu mübarizədən kənarlaşdıracaq. Bəs sizcə oyun necə olacaq? Kanala dəstək olmağı unutmayın. Sağ olun, futbolla qalın.